Sumqayıt şəhəri 1-ci mikrorayon. Baxın, üzü göyərçinə gedən yol, uşaq aləminin arxası. Burada obyektlər yoxsa qanuni şəkildə hamısı obyektlərdir. Rəsmi sənədli şəkildə və onun qarşısında qanunsuz şəkildə obyektin qarşısında obyekt qururlar. Və bunu da qanunsuz şəkildə gecə hər kəsin yatdığı var, yatan sakinləri narahat edəcək şəkildə eləyiblər. Köşk, oradakı köşkü görürsünüz, baxın, orada köşk var. O köşk orada değildi. Buradaydı, onu sürdürüb çəkiblər ora. Burada bu gecə ilə bu 8 noyabr günü fürsətdən istifadə eləyərək obyekt qurublar. Belə düzəldiblər maket şəklində. Baxın, burada da görürsünüz, avtobus var, işləmir. Güya işləmir, qalıb burada. Qarşısını kəsmək üçün avtobusu da qoyublar ora. Qanunsuz şəkildə bu binanı tikirlər burada. Obyekti qurmaq istəyirlər. Və indi sizə şeyi də göstərəcəm. Obyektin içində ağac da kəsiblər. Ağacı kəsib obyekti onun üstünə qurublar. Qarşıdan da şeyini göstərim videosunu. Obyekt budur və içində də qanunsuz şəkildə ağacı da kəsiblər, obyekti buraya yerləşdiriblər. Bu şəkildə qurublar.